buradan səslənmək istəyirəm uşaqlara. Sizin də bəlkə belə bir hekayəniz ola bilər. İnanın, ən birincisi inanın. Salam, mən Məmmədova Vüsalə. Sizinlə Azəridunla necə tanış olmuşam, necə onları tanımışam, o xatirəmlə bölüşmək istəyirəm. Mənim bir Nigar Ağazadə adında, bəlkə də çoxunuz onu tanıyırsınız, bir tələbəm var idi. Kurikulum sistemi üzrə ilk və həmin il üçün yeganə 700 bal toplayan şagirdimiz. Onun dərin istəyi var idi ki, xaricdə təhsil alsın. Lakin onun valideynləri ona icazə vermədilər. Ona görə dimlə hazırlaşmışdı, amma o içindəki arzu həmişə qalmışdı. Və 700 bal yığandan sonra həmin arzu yenidən aktuallaşdı. Hətta Nigarla yadıma gəlir, xatırlayıram. O mənə 10-cu sinifdə demişdi ki, hocam, mən istəyirəm xaricdə təhsil almağa, amma mənim valideynlərim biraz narahatdılar bu barədə. Qarşı çıxmırlar da, istəmirlər mən uzaqda olum. Dedim, sinifimizdəki hamı yazıldı SAT kurslarına, YÖS kurslarına, mənə icazə vermədilər. Nigara sadəcə bir anlıq, heç özüm də bilmirdim ki, bu həyata keçər, bu həqiqət olar. Bir anlıq elə özümü çevirdim, dedim ki, Nigar, sən 670 plus yaz, İlginam, mən sənə kömək eləyəcəm xarici təhsil almağa. Nigar da maşallah olsun, 700 bal topladı. Ondan sonra mənim ona vədim yadıma düşdü. Əlaqə saxladıq yenə də, olsa mütəmadi əlaqədaydıq həmin anlarda. Dedim, yenə də fikrin elədi, dedi bəli. Və ondan sonra internetdə araşdırma elədim. 2 şirkət çıxdı qarşıma. Birinin adını heç xatırlamıram, lakin Azəreduya hər ikisinə zəng elədim, amma Azəredu o qədər isti, candan, sanki öz evlatları kimi yanaşdı və Nigara çox böyük dəstək oldular. Bir uşağın həyatına elə toxunuş elədilər ki, yəni uşağın arzularını gerçəkləşdirdilər. Sanki valideynləriymiş kimi, ata-anası kimi onun arzusunu yerinə yetirmək üçün hamı, bütün komanda cəm oldu. Və ona görə mən hələ indi də Azəreduya çox minnətdaram. Çünki Nigarın uğuru bilavasitə onun müəllimlərinin də uğurudur, həmçinin Azəredunun da uğurudur. Onun həyatına elə bir toxunuş ediblər ki, mən buradan səslənmək istəyirəm uşaqlara. Sizin də bəlkə belə bir hekayəniz ola bilər. İnanın, ən birincisi inanın və Azəredudan həqiqətən də arxayın olun. Onlar Nigar üçün, həmin Nigar baş vuranda, həmin vaxtı bütün sistemlər bağlanmışdı. Onlar xüsusilə böyük bir çaba göstərdilər ki, həmin sistemlər açılsın, müraciətləri şəxsən elədilər və hara nə lazımdırsa, hansı imtahanlar lazımdırsa onu təşkil elədilər və Nigar üçün böyük bir uğur yolu açdılar. Hal-hazırda Nigar Ankara Universitetində 3-cü kursda tibb fakültəsini oxuyur və yenə də çox uğurludur. Əlavə təqaüd də alır, həm də üstün başarı təqaüdü alır və çox xoşbəxtdir arzusu yerinə getdiyi üçün. Mən də istəyirəm ki, bütün sizin kimi uşaqlar öz arzularına çatsınlar. İnanın, həmişə öz arzunuza doğru addımlayın.